Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, bizləri mübarək Ramazan ayına qovuşduran Allahın adına, onun Rəsulu Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin pak əhl-i beytinə salam olsun. Bugün Ramazan ayının bərəkətini və mənəvi yüksəliş imkanlarını müzakirə edəcəyik. Xüsusilə də İranın böyük alimi Ayətullah Ənsariyanın Ramazanla bağlı təlimlərinə diqqət yetirəcəyik. Ayətullah Ənsariyan bu müqəddəs ayda insanın özünü təmizləməsi və Allahla əlaqəsini gücləndirməsi barədə çox dərin fikirlər irəli sürmüşdür. Xüsusən də Ramazan və iman haqqında Ayətullah Ənsariyan Ramazan ayının ən mühüm məqsədinin insanın imanını gücləndirmək olduğunu vurğulayır. Quran-ı Kərimdə bu barədə belə buyurulur: Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum la'allakum tattaqun. Ey iman gətirən şəxslər, oruc sizdən əvvəlkilərə, öndəkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız. Bu ayə mərufdur. Bəqərə surəsinin 183-cü ayəsində vurğulanır. Bizim bir arif, alim ustadımız, möhtərəm ustadımız gözəl misalla bu ayəni bizlər üçün vurğulayır. Buyurur ki, təsəvvür edin ki, bir valideyn öz kiçik oğluna deyir ki, get mağazadan mənə hər hansı bir lazım olan nəyisə al gətir və övlad da görərsən ki, kiçik övlad bir cürə reaksiya verər ki, niyə böyük qardaşı göndərmirsən, məni göndərirsən və öz narazılığını bildirər. Valideyn də ilk öncədən deyər ki, mən ona 2 gün öncə bir neçə tapşırıqlar ki, demişdim, icra elədi və mənim üçün gətirdi, indi bu gündə növbə sənə çatır. Və görərsən ki, bəli, kiçik övlad da bununla razı qala ki, bəli, o öz vəzifəsini icra edib, indi öz növbəmi mən özüm icra etməliyəm. Ona görə də Allah burada xas olaraq iman gətirən möminlərə vurğulayır ki, nə ki insanlara, ya eyyuhənnas demir burada. Burada buyurur ki, ya eyyuhəllezine amenu, ey o kəslərdir ki, iman gətirdiniz. Sizdən qabaqçılara vacib olundu və sizlərə də vacib olunur. Yəni ki, indi növbə sizə çatıb ki, bunları siz nə edin, icra edin. Bəli, əzizlər, bizim Ayətullah Ənsariyamız bu ayəni təfsir edərək Ramazan ayının insanın təqva yolunda addım atması üçün bir fürsət olduğunu bildirir. Bu ayda insan yalnız, bəli, ərz etdiyimiz kimi yemək və içməkdən deyil, həm də günah və mənfi əməllərdən uzaq durmalıdır. Allahla olan əlaqəsini daha da möhkəmləndirməlidir. Ramazan və təqva baxımından Ayətullah Ənsariyan Ramazanın təqva ayı olduğunu vurğulayır. O, Ramazan ayında insanın yalnız maddi deyil, həm də mənəvi oruç tutmalı olduğunu bildirir. Biz hədisə baxsaq, İmam Əli əleyhissalam ki buyurur: Əs-siyamu ictinabul məharimi kəma yəmtəni'ur rəculu minət-təami və şərab. Buyurur, oruc insanın yemək və içməkdən çəkindiyi kimi haramlardan da çəkinməsidir. Biz bunu Nəhcül Bəlağədə, bəli, Hikmət 252-ci biz səhifəsində görürük. Hədislər və Ramazanda biz baxsaq, Həzrət Peyğəmbər Ramazan ayı haqqında belə buyurar: Mən samə Ramazana imanən və ihtisabən ğufirə ləhu ma təqəddəmə min zəmbihi. Kim Ramazan ayında imanla və Allahın mükafatını ümid edərək oruç tutarsa, onun
əvvəlki günahları bağışlanan. Bu hədis Ramazan ayında oruç tutmağın nə qədər böyük bir bərəkət olduğunu vurğulayır. Ayətullah Ənsariyan bu hədisi təfsir edərək insanın bu ayda Allahın mərhəmətinə daha da yaxınlaşmalı olduğunu bildirir. Ramazan ayı günahların bağışlanması və insanın mənəvi təmizlənməsi üçün ən gözəl fürsətdir bizim üçün. Dua və istiğfarın önəmi Ayətullah Ənsariyan Ramazan ayında dua və istiğfarın əhəmiyyətini xüsusi olaraq vurğulayır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur: "Dəvətuhum fi Ramazan la turaddu." Ramazan ayında edilən dualar geri çevrilməz. Bu hədis Ramazan ayında edilən duaların Allah tərəfindən qəbul ediləcəyini göstərir. Ayətullah Ənsariyan bu ayda insanın Allahdan bağışlanma diləməsini, günahlarını etiraf etməsini və qəlbini təmizləməsini tövsiyə edir. Nəticədə biz baxsaq, görərik ki, Ramazan ayı yalnız oruç tutmaq deyil və yeməkdən, içməkdən çəkinmək deyil, həm də insanın əxlaqını, davranışını və qəlbini təmizləməsini ifadə edir və təmizləməsi üçün bir fürsətdir. Ayətullah Ənsariyan bu təlimləri bizə göstərir ki, bu mübarək ayda insanın mənəvi inkişafı və təqvaya çatması vacibdir. Allahın bizə bu bərəkətli ayda imanı gücləndirməyi, əxlaqımızı yaxşılaşdırmağı və günahlarımızı bağışlamasını diləyirik. Allahım bu ayda, bu mübarək Ramazan ayında bizə təqva, əxlaq və mənəvi inkişaf bəxş et. Nəfsimizi islah et. Bizi öz mərhəmətinlə bəzə. Ramazan ayının sonuna dək bərəkətlərindən faydalana bilmək üçün bizə güc ver. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.